Salam dostlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, işləriniz qaydasındadır. Bugünkü mövzumuz Kitab-ı Dədə Qorquddan Basatın Təpəgözü öldürdüyü boydur. Çox maraqlı boydur. Gəlin birbaşa izahımıza başlayaq, vaxt itirmədən. Deməli, boy necə başlayır? Demişdim sizə keçən dərsdəki, bizdə məsələn hər boyda bir baş qəhrəman olur. O bir qəhrəmanlığı göstərərək yadda qalır və Dədə Qorqud axırda gəlib tərif söyləyir və boyumuz bitir. Burada bizim başlıca obrazımız Basatdır. Yəni hadisələr Basatın ətrafında cərəyan edəcək. Və əsərin əvvəli Basatın uşaqlığı ilə başlayır. Deməli, düşmən Oğuzların yurduna günlərin bir günü hücum eləyir və Oğuzlar qaçırlar. Oğuzlar qaçanda Basat o vaxtda hələ körpə uşaq idi və onlar qaçarkən Basat düşüb itir. Və Basat orada itəndən sonra Basatı bir şir götürür və başlayır onu böyütməyə. Və Oğuzlar bir müddət keçəndən sonra yenə yurduna qayıdırlar. İndi məsələ nədir? Günlərin bir gün Oğuz xanın ilxıçısı çölə çıxmışdı. Aradan xeyli zaman keçirdi. Yəni şir artıq Basatı böyütmüşdü. Oğuz xanın ilxıçısı çölə çıxmışdı və çölə çıxıb görür ki, bir şir, məsələn insana oxşar şir, insan kimi hərəkətlər edir, ora gedir, bura qaçır filan fəsməkan. Gəlib bunu xəbər verir Oğuz elinə. Deməli, baxın, onu görən də kim idi? Oğuz xanın ilxıçısı idi. Bu adam eşidir nə edir? Gəlir xəbər verir Oğuz elinə. İndi Aruzla Basatın əsası olduğu üçün eşidəndə bu xəbəri təxmin edir ki, orada düşən ola bilsin ki, mənim oğlum olsun. Və gəlirlər Basatı götürürlər, gətirirlər bura. Basat bir dəfə qaçır, yenə gətirirlər. Dədə Qorqud gəlir Basata deyir ki, bala, sən insansan, insanlar kimi yaşa bundan sonra. Hətta Basatın qardaşının adının Qıyan Səlcik olduğunda Dədə Qorqud burada səsləndirir. Deyir ki, məsələn, qardaşının adı Qıyan Səlcikdir, sənin adın bundan sonra Basat olsun. Yəni, Basata adı da qoyurlar, Qıyan Səlcik də qardaşının adıdır, biz burada öyrənirik. Şimdi birazdan başına onun gələcək, bunu görəcəyik biz burada. Nəysə, aradan biraz da zaman keçir. Sarı Çoban adlı bir çoban var, Oğuzlardan həmişə birinci bu qabaqda gedərdi, harca köç edərdi, sonra Oğuzlar gələrdilər. Günlərin bir günü Sarı Çoban Uzun Bulaq adlı bir yerdə bir ət parçası görür, balaca bir ət parçası və qorxur, ət parçasının hərəkət etdiyini görür, qorxur, qaçır oradan. Yadda saxlayın, burada Sarı Çoban o ət parçasını görəndə, o varlığı görəndə gəlib xəbər vermir ki, məsələn. Xəbər verən Oğuz xanın ilxıçısı idi, o da Basatı gördüyü üçün xəbər vermişdi. Sarı Çoban sadəcə onu görüb qaçır. Və Bayandır Xangil o gəzməyə çıxmışdılar və oradan keçəndə onlar da həmin ət parçasını görürlər. Və vururlar ət parçasına, görürlər bu tərəfi hərəkətli, o tərəfi böyüyür. Və orada Bayandır xanın yanında Aruz da var idi. Aruz Bayandır xana deyir ki, xanım, ver bunu mən böyüdüm. Görürlər ki, məsələn, bir başı var, insan kimi bədəni var, bir dənə gözü var ortasında, təpəgözdür də, yəni. Aruz deyir ki, ver onu mən böyüdüm, Basat da bir yerdə qoy, böyüsün. Yəni, tək qalmasın Basat. Bayandır xan da deyir ki, sənin olsun. Və bu arada bizim 3 dənə boyumuzun içində, düzdür, Bayandır xan bizi məsələn testlərdə götürür ki, boyda çox iştirak eləmir ümumiyyətlə, sağ adı çəkilir. Sözü bir dənə bu boyda belə iştirak edib və bir dənə də burada onun bircə dənə nitki var, o da sənin olsun nitkidir. Başqa Bayandır xanın hər hansı bir nitkinə 3 boy məsələn ətrafında rast gəlmirik. Bunu deyəndən sonra Aruz götürür Basatı, Təpəgözü Basatla bir yerdə böyütməyə başlayır. Deməli, indi gəlin biz məsələn hansı tərəfinə baxaq. Axı bu Təpəgöz insan deyil, bu bir vəhşidir də. Böyüyəndən sonra başlayır insanlara zərər yetirməyə. Məsələn, ona baxan dayələr, dayə baxıcıdır, ona baxan dayələri öldürməyə başlayır, təzəsini gətirir, onu öldürür. Sonra başlayır oğlan uşaqlarından gəzməyə, oğlan uşaqların birinin qulağını yeyir, birinin başqa bədən üzvünü və s. Axırda gəlib Aruza şikayət edirlər. Aruz məsələn Təpəgözə deyir, amma Təpəgöz qulaq asmadığı üçün Aruz onu cəzalandırır, evindən qovur. Aruz Təpəgözü evindən qovandan sonra, sən demə Təpəgözün pəri anası var imiş. Gəlir Təpəgözün yanına, onun barmağını üzük keçirdir. Bu üzük keçirmə əfsanəsi var ümumiyyətlə tarixdə. Yəni, əfsanəyə görə üzük keçirir, sən qılınc batmırmış, ox dəymirmiş. Nəysə, Təpəgöz bu hadisədən sonra başlayır Oğuz elinə qan qusturmağa. Hücum edərmiş, bəyləri orada Oğuz igidlərinə zülm edərmiş, Oğuzları yurtlarından dərgin salarmış, kösməyə qoymazmış filan fəsməkan. Oğuz igidləri görürlər bu halı, onlar deyirlər ki, Təpəgözün vuruşaq da, gedirlər vuruşmağa, Təpəgöz qazana bir dənə zərbə vurur, dünyalım qazanın başına orada dağılır. Oğuz igidlərin bəziləri də ölürlər, axırda görürlər ki, alınmır. Və Dədə Qorquda deyirlər ki, ay Dədə Qorqud, biz Təpəgözdən bacarmırıq, gedək səni göndərək, get Təpəgözdən bir müqavilə imzala.
Yəni pay ayırıb xərac verək zad elə, yəni rüşvəti verib bizə dəyməsin. Təpəgöz Dədə Qorqud gəlir Təpəgözün yanına. Bu Təpəgözlə müqavilə sözünü deyən kimi Təpəgöz öz şərtini ona deyir. Deyir ki, gündə 60 dənə adam verin, yeyim. Dədə Qorqud da deyir ki, gündə 60 adam versən bizdən adam qalmaz da. Gəl belə eləyək. Sənə gündə 2 dənə adam verək, 500 dənə də qoyun verək. Görün nə qədər qoyunları var da. İndi günə 500 dənə qoyun aya nə qədər edir bu? Hə. Onda Təpəgöz də deyir ki, 2 dənə adam da verin mənim. Onda həmin o qoyunlar adamları bişirsin mənim üçün. Dədə Qorqud razılaşır, Təpəgözə verir həmin adamlara. Adamlar kimlərdir? Aşpazlar. Bunlu qoca ilə yapaqlı qocadır. Yadda saxlayaq bu məqamları. Nəysə. İndi bu hadisələr burada qalmaqda olsun. Sizə kimdən danışım? Basatdan. Axı biz demişdik, Basatı məsələn uşaqkən tapmışlar da. Yəni Basat getmiş döyüşə. Döyüşdə qələbə qazanıb geri qayıdıb və həmin ərəfələrdə Oğuzların içində Qapaqan adlı bir dənə kişi var idi. Onun da bir dənə həyat yoldaşı vardı, arvadı. Əsərdə adı keçmir. Sadəcə Qapaqanın arvadı kimi biz onu tanıyırıq. Qapaqanın arvadı, deməli bunların 2 dənə oğlu vardı. Birini vermişlər Təpəgöz üçün, biri qalmışdı. Bunu da vermək istəmirdi də. Eşidir ki, Basat gəlib. Onda belə bir qərara alıb gəlir ki, gedib Basatdan heç olmasa xahiş edim ki, döyüşdən gəlib, döyüşdən gətirib əsirlərdən birini versin, oğlum əvəzi göndərim də Təpəgöz üçün, oğlum qalsın. Gəlir Basatın yanına və Basata onunla yanaşı bir sıra yeni xəbərlər də verir. Görək Qapaqanın arvadının Basata verdiyi xəbərlər hansılardır? Deyir ki, Basat, sən yox idin, Təpəgöz burada qan qustururdu, nə eləmişdi? Oğuz elini yaylağa köçməyə qoymayıb, Qazana elə bir zərbə vurub ki, Qazan yəni bu zərbədən sonra özünə gələ bilməyib, Qaragünə onun əlində əzilib, Atan Aruza qan qusturub və qardaşın Qıyan Səlciki öldürüb. Qıyan Səlciki bildikdə bayaq Dədə Qorqud onun adını ilk dəfə Dədə Qorqudun dilindən eşitmişdik. Və eyni zamanda 7 dəfə Oğuz elini yerindən qovub. Deməli, Oğuz elini köçməyə qoymur, Oğuz elini 7 dəfə yerindən qovub və bir sıra Oğuz igidlərinə zərbə vurub, Qıyan Səlciyi də öldürüb. İndi sizcə burada Basata ən çox hansı təsir eləyər? Təbii ki, qardaşının ölümü də. Basat başlayır qardaşı üçün ağlamağa, orada çox üzülür və qeyrət ağır gəlir. Gəlib igidlərə deyir ki, mən gedirəm Təpəgözlə döyüşməyə. Yəni, bunu deyəndən sonra ilk ona qarşı çıxanlardan biri Qazan xan olur. Bax, qarşı çıxır. Qazan xan da ona gəlib deyir ki, mən gedib Təpəgözü vura bilmədim, sən mi vuracaqsan? Yəni Qazan xan fikirləşir ki, mən bacarmıram, bu uşaq necə gedib Təpəgözü məğlub eləyəcək. Biz Qazan xanın burada egosunu bir də görürük hansı əsərdə, Qazanın evinin yağmalandığı boyda. Orada da Qaraca çobanın qoymurdu özü ilə getsin. Fikirləşir ki, Oğuz igidləri deyəcəklər ki, Qazan özü bacarmadı, bir dənə çoban getdi ona kömək elədi. Burada da fikirləşir ki, Qazan özü Təpəgözü məğlub elə bilmədi, Basat getdi məğlub elədi. Ona görə deyir ki, sən getmə də. Basat qulaq asmır. Hətta atası da ağlaya-ağlaya ona deyir ki, bala getmə, sən ölərsən filan fəsməkən. Basat atasına da qulaq asmır. Testdə bəzən düşür ki, məsələn belə deyək də sizə, deyir ki, məsələn Basat atası ona görə ağlayırdı ki, Basatın qardaşı ölmüşdü və Basat gedib qisas alsın. Bu yanlışdır. Bu əsərin bu hissəsini ata ona görə ağlayır ki, Basat döyüşə getməsin. Amma Basat qulaq asmır və gedir Təpəgözlə döyüşməyə. Deməli, həmin ərəfələrdə Təpəgöz Salaxana qayasında idi. Basat gəldi Salaxana qayasına. Görür ki, qocalar da oradadır. Birinci ox filan atır Təpəgözə, oxlar Təpəgöz təbii ki, təsirlənmir. Sonra həmin qocalardan Təpəgözün zəif yerini soruşur. Qocalar da deyir ki, onun zəif yeri onun gözüdür. Çünki o ətdəndir. Qalan şeyə, məsələn, zərbə filan təsirləmir. Və Basat götürür, qılıncı yoxa, süngünü ocağa basır, gəlir Təpəgözün gözünə sancır. Təpəgöz də təbii ki, artıq nə olacaq? Gözünü itirəcək, yəni görmə funksiyasını itirmiş olur. Sonra Təpəgöz düşür Basatın dalınca. Basat birinci gəlir, mağaraya girir, qoyunların yanına. İndi orada Təpəgöz qoyunları deyir ki, bir-bir gəlin çıxın. Qoyunlar çıxanda Təpəgöz orada Basat bir erkək qoyunun məsələn dərisini götürür, girir. Təpəgöz o qoyunun kəlləsini tutanda Basat oradan aralanıb çıxa bilir çölə. Sonra Təpəgöz Basatı ikinci tələyə salır. Deyir ki, Basat al bu üzüyü, tax qoluna. Basat üzüyü ki, qoluna, barmağına taxır. Yəni Təpəgöz Basata hücum edir filan, yenə də Basatdan bacara bilmir. Üçüncü hiləsi bu olur ki, deyir ki, Basat get, xəzinə var orada, məsələn aşağıda xəzinənin olduğu günbəz var, get həmin günbəzə gir. Basat girir günbəzə, sonra Təpəgöz vurur, günbəz dağılır. Basat üçün orada 7 yerdən qapı açılır, Basat oradan yenə girir, çıxır çölə. Təpəgöz görür ki, buna bir şey təsirləmir. Axırda deyir ki, bir dənə mağara var içəridə, mənə ancaq o mağarada bir dənə qılıncız qılınc var, o öldürə bilər, getdir qılıncı götür. Basat gəlir, girir həmin mağaraya
Görün orada 2 dənə qılınc var. Biri qınlı qılıncdır, biri də qınsız qılıncdır. Qınsız qılınc yuxarıdan asılıb, belə enir, qalxır, enir, qalxır. Məsələn, öz qılıncını tutur qabına görə 2 par elədi, ağac kötü qoyur 2 par elədi. Axırda belə bir qərar alır ki, oxla vursun, o qılıncı zəncirdən qoparsın. Ox vurur, qılınc o zəncirdən qopub düşür yerə, Basat qılıncı götürür, gəlir Təpəgözün yanına. Təpəgöz deyir ki, balası, artıq mümkün deyil də öldürmək. Burada yadda saxlayın, testdə bu məqam düşür, 4 dənə tələ məsələsidir. Yəni, bu hansı məqamlarda, məsələn, Təpəgöz Basatı sınıyır. Bu məqamlardır, mağara, üzük, xəzinə, qılınc olan mağara. Belə deyək də, yəni bu mağara qoyunların yeridir, burada isə qılınc var həmin mağarada. Nəysə, Təpəgöz görür ki, alınır, başır Basatdan aman istəməyə. Hətta soruşsa ki, sən kimlərdənsən, yerin haradır? Basat da deyir ki, mənim yerim günortazdır. Bunu da yadda saxlayaq. Basat Təpəgöz məsələn öz gözünün bu günə düşməsinə səbəbkar kimi insanların ahının onun tutmasına fikirləşəndə ki, ola bilsin insana bu qədər zülm eləmişəm. Ey gözüm, səni bunların mı ahı tutub? Və dediyim kimi Təpəgöz Basatdan da aman istəyir, amma Basat aman vermir təbii ki. Təpəgözün öz qılıncı ilə onu Təpəgözün başını kəsir. Yəni, hansı qılıncdan kəsir Təpəgözün başını? Təpəgözün öz qılıncı ilə. Daha sonra nə edir? Təpəgözün başını mağaranın qapısına yayın kirişinə taxıb gətirir. Yayın kirişinə, yadda saxlayaq bunu. Kiriş nədir? Balaca uzluğuna belə taxıb sürüyə-sürüyə gətirir mağaranın qapısına. Məsələn, testə düşə bilər ki, nizəyə taxıb gətirir, əli ilə tutub gətirir, dərin testlər olur da, indi test müəlliflərini bilmək olmur son zamanlarda. Yəni, yadda saxla sən ehtimal bunu. Sonra bu məqamlara fikir verir. Oğuz elinə muşluqçu kimi, yəni xəbər verən kimi bunlu qocanı, yapaqlı qocanı göndərir. Amma ata-anasına çaparla xəbər göndərir. Bu da önəmli məqamlardan biridir, testə düşə bilir. Və digər məsələ nədir? Özü basar, Təpəgözün başını götürüb Oğuz elinə getmir. Oğuz igidləri, Oğuzlar gəlirlər bura, yəni bu mağaranın yanına, Salaxana qayasına. Bunu da yadda saxlayın. Deməli, Oğuz elinə göndərir qocaları, ata-anasına göndərir çaparı və bəylər də özləri gəlirlər Salaxana qayasına. Bu formada Dədə Qorqud gəlir, Basat tərifdir, xeyir-dua verir, əsərimiz sonlanır. Bunu yadda saxlayaq. Əsər elə çətin əsər deyil, xırdalıqları hamısını qeydləmişəm bura. Bax, bu xırdalıqlara çox önəm verin. Bunlar testlər çox düşürlər. Sizin üçün önəmlidir bu xırdalıqlar. Sonra bu 4 dənə məsələni yadda saxlayacaqsınız. Ondan sonra məsələn Qapaqan qocanın arvadının dediyi sözlərdir. Bir də yadda saxlayın, əsərdə Qapaqan adlı bir obraz yoxdur. Qapaqan qoca özü gedib nəsə eləmir. Onun arvadı bunları deyir. Məsələn, testlərdə ən çox Qapaqan qocadan danışılır. Deyir, Qapaqan qoca getdi Təpəgözdən, Basatdan falan şey istədi. Bunlar yanlışdır. Deməli, sonra Basatın döyüşdən gəlməsini yadda saxlayacaqsınız. Təpəgözlə Dədə Qorqudun şəhidlərini yadda saxlayın. Bir əsərin əvvəlində, bax bu məqamlar var. Məsələn, Basat Hasan itirir, məsələn, düşmən Oğuzlara hücum etməsi ilə Oğuzlar qaçırlar, onu da itirir filan fəs məkan. Bunları yadda saxlayacaqsın. Bunları hamısını yadda saxlayandan sonra Allah sənin köməyin olacaq. Bu əsərdən testdə suallar düşsə, sən inşallah test nöqtəsindən gələcəksən. Belə, mövzumuz burada bitdi. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayın. Sualınız da olsa, YouTube-da əlaqə nömrəsini yazmışam. WhatsApp-a yazıb verə bilərsiniz, rəylərə suallarınızı yazıb verə bilərsiniz. Növbəti çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın.